Herkese selam. Kanalıma ve yeni vloguma hoş gelmişsiniz. Necəsiz kızlar? İnşallah herkesin keyfi əhvalı yerindədir. Bizler de çok şükür yaxşıyıq. Gelmişik qaynatamgilə. Qaynatamın ad günü idi. Ceyrangillə bir yerdə elə gəldik. Biz də elə axşamda qaldıq. Vlogun əvvəlində Temu'dan aldığım bir ayakkabını göstermek istəyirəm sizə. Bunu mən əslində şöyle yəni bayıra çıxanda geyinirəm, harasa gedəndə geyinirəm, amma evdə də geyinmək olar. Çox gözəl və rahat bir başmaqdır. Həm başmaq, həm ayaqqabı, yəni bunun fərqi yoxdur məncə. Görürəm ki, bir çox yerlərə geyinənlər var. Yəni çölə bayıra da geyinənlər olur. Ona görə də rahatlıqla alıb geyinə bilərsiniz. Çox rahat ayaqqabıdır, həm də çox rahat başmaqdır. Və qaynatamgildəydik. Səhəri günü istədim sizlərə yeni toz soran alıblar, onu göstərim. Orange firmasının toz soranıdır. Hansı mağazadan aldıqlarını bilmirəm, aşağıya qeyd eləyərəm, amma qiyməti 320 manat idi. Nağd alışda səhv etmirəmsə, 370 manatdan 320 manata düşmüşdü. Belə əslində o qədər də bəyənmədim toz soranın gücünü, çəkiş gücünü. Amma yəni yerə nəsə töküləndə, eləyəndə rahatlıqla götürüb tez qırıntıları süpürüb yerinə qoymaq olar. Çox rahatdır o baxımdan, amma çəkim gücü o qədər də güclü deyil. Qabağında belə bir işığı olmağı yaxşıdır. Tozlar tez görünür. Yəni biraz da toz soranladım o hissələri və yaxşıdır, pis deyil, amma yenə də əlavə bir toz soranınız da olsa yola verə bilərsiniz. Sırf toz soran niyyəti ilə amma istifadəyə biraz çətin olur. Çünki həm zaretkası tez qurtarır. Bütün evi təmizləyib bitirə bilmədim. Zaratka baxımından tez qurtarır. Həm də çəkim gücü o qədər də güclü olmadığına görə məsləhət görərdim ki, bunu sırf toz soran niyyətinə almayasınız. Əgər fikriniz varsa, Orange firmasının həmin toz soranını sırf toz soran niyyətinə almayasınız. Ya ondan da ucuz, çox gözəl və çəkim gücü yaxşı olan toz soranlar var Temu'da. Burada ise Ajda'nın babası aparmıştı. Biraz Ajda'ya paltalar aldı və həmin gün çərşənbə günü olduğuna görə məhəllədə belə tonqal yandırmışdılar. Atası və əmiləri onu aşağıya, Raul'u da götürdülər, elə düşdülər tonqala baxmağa. Mənə isə həmişə pəncərədən baxmaq düşür, bu dəfəki kimi. Və buranın gözəl bir mənzərəsi, belə axşamlar çox gözəl olur, səhər də gün çıxan vaxtı çox gözəl olur, dəniz çox gözəl görsənir. Sevirəm buranın mənzərəsini. Və evə qayıtdıq həmin günün axşamı. Qayıdarkən belə şirniyyatlar aldım. Mən keçən dəfə vlogda demişdim ki, pəhrizdəyik, amma mən pəhrizimi biraz pozmuşam, çünki şirniyyat istəyi gəlincə mən özümü saxlaya bilmirəm. Yəni yeməkdə saxlayıram, ac qala bilirəm, amma ki şirniyyat istəyimi heç cür ört-basdır eləyə bilmirəm. Həqiqətən ya çox çətin gəlir mənə şirniyyat istəyi gələn zaman. Arzuda üçün belə xırda oyuncaqlı toy box aldıq. Dedim alım bir görək nə var onun içində, həm də digər kanalım üçün də shorts çəkmişdim. Bir kanalım var. Bu kanal üçün də shortslar çəkmişəm. Linkini qoymuşam. Profilimdə var. İstəsəz keçid edib baxarsınız. Çox gözəldir. Baxış gəlib. 15 minə yaxın baxış gəlib. Həmin o kanalda shortslara. Və artıq Ceyrangildəyəm. Ona kömək eləməyə gəldim. Deməli, oğlumun sinif yoldaşlarına 8 Mart'a özəl valideynlər oğlan anaları yığışıb pul toplayıblar və belə kiçik hədiyyəliklər alıblar sinifdəki qızlara. Belə lampadır və
Büşteriyadır. Büşteriyanın qabı da çox gözəldir. Nəm salfet, bir də quru salfetdir. Çantaya qoymağa kiçik paketlərdə. Bu büşteriya qabları çox xoşuma gəldi. Şəffaf, ağ rəngdə, çox gözəl qablardır. Bunların hamısını Sədərəydən almışdı. Sədərəyə getmişdi həmin günü. Ajdaya da daral almışdı. Çox sağ olsun. Və indi onları biz yerləşdirəcəyik paketlərə. Belə büşteriyadır. Həm saç nevzimkasıdır, zakolkadır saç üçün, kromeli, həm də qolbaqdır. Şəffaf qablarda indi onları bir paketlərə yerləşdirəcəyik. Hər paketin üzərində də qızların adını yazdırıb Ceyran sifariş eləyib, onu səhv etmirəmsə, sifarişlə hazırlayıblar. Onları da paketlərə yerləşdirdik. Yerləşdirdikdən sonra da steplerlə tikdik ki, açılmasın ağzı, dağılmasın hədiyyələr. Yeri gəlmişkən 8 Mart bayramınızdan mübarək olsun xanımlar. Hər zaman gözəl və təravətli olasınız. Sizə qadın xoşbəxtliyi arzu edirəm. Elə bunu da dedim ki, burada deyim, sizi təbrik edirəm. Çox güman ki, bu videonu 8 Mart ərəfələrində paylaşacağım. Və ondan sonra da deyirəm, sushi sifariş eləyək. Həmişə kimi onun sushi Bakudan sifariş elədik və əgər hələ də sınamamısınızsa, məsləhət görərdim ki, onu sushi Bakudan bir dəfə də olsa alıb sınayasınız. Əminəm ki, çox razı qalacaqsınız. Və burada mama bizdə idi. Yəni axşam tərəfləri idi deyə iftara onun üçün vermişik və toyuqla qaymağı qarışdırıb nəsə hazırlamaq istədim. Elə yaxşı da alındı, pis alınmadı. Çünki göbələyim yox idi. Amma belə göbələksiz də hazırladım. Ədviyyatları falan əlavə elədim və üzərinə qaymaq smetan. Və əlavə olaraq da pendir əlavə elədikdən sonra çox dadlı bir gulaş halına gəldi, yəni yemək halına gəldi. Burada isə süfrəni hazırlayıram. Ajda da mənə kömək edir. Və belə iftarını da açdım amma Allah hər kəsin orucunu qəbul eləsin. Və artıq mama da getdi.
keçdi. Oturub ondan bir stəkanda çay içdim. Sonra da çıxdı getdi. Mama gedəndən sonra da qabları yığdım yerinə. Mətbəxi tərtəmiz elədim. Moykanı, qazı falan təmizlədim. O hissələri çəkmədim. Sizi bezdirməmək üçün, amma bəzi hissələri çəkdim. Piçenyelər var idi. Onları qablara yerləşdirdim. Gündəlik olaraq Raul ilə əlində yeyə gəzir. Onu krokda saxlamaqdansa elə qaba yerləşdirdim, koydum mətbəx dolabının üzərinə və mətbəx tərtəmiz elədikdən sonra artıq gedirəm yatmağa. Rutin olaraq axşam ilk öncə makyajımı sidirəm. Yəni makyajla heç vaxt yata bilmərəm. Əgər gündəlik bujteyalarımı taxmışamsa, onları çıxardıb yerinə qoyuram və mütləq bu aralar əl kremi istifadə edirəm. Çünki dəlim çox quruyur. Bilmirəm sizdə necə, amma su ilə qab yuduğuma görə isti su, soyuq su dərimin əl dərisinin üzəri çox quruyur və əl kremindən mütləq istifadə edirəm və vlogumu burada sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Hələlik.